Əhməd, mənimlə işin var. Bugün bizə gələrsən, səni gözləyəcəm. Yaxşı, namazdan sonra. O məluna iqtida eləmək istəyirsən? Məcburam, təqiyyə edirəm. Mən məcbur deyiləm.
Ey, sen burada neynirsən? Evə qayıdıram. Məyər namaz qılmağa getməmişdin? Getmişdim. Halım yaxşı değildi, ona görə qayıtdım. Get. Açın. Niyə qapını açmırsınız? Kimdən danışır? Keşikçilərlə. Şəhərə səpələniblər. Yəqin ağaları Maviyə cəhənnəmə vasıl olub. Namaza da gəlmədi. Bəs kimə iqtida elədilər? Mərvana, Mərvana? salam. Allahu Ekber. Subhane Rabbiye. Nə xəbər? Təzə bir xəbər yoxdur. Heç kim heç nə bilmir, amma Dəməşqin ab havası dəyişib. Deyəsən Muaviyə qətlə yetirilib. Cəmaatdan gizlədirlər ki, birdən hökuməti ələ keçirdərlər. Mərvan, o istəyir ki, Maviyyənin yerinə keçsin. Elə hiləgərdir ki, heç tay yoxdur. Namaza təkcə o gəldi. Sizə nə dedim, hə? Bəs Yezid necə? Onun məsələsi necə olacaq? Yezid, axmaq və ləyaqətsiz bir uşaqdır. Yəqin eləyirəm ki, Mərvan onu alladacaq. And olsun Allaha, əgər Haris icazə versə, elə günü sabah Mərvanı keşikçilərin arasında bircə zərbə ilə öldürərəm. La ilahe illallah. Oğul bu kadar tünd olmayın. İcazə vermək əlimizdə deyil. Biz Həsən ibn Əlinin əmrinə tabeyik. O da Əmir əl-Möminin əlinin fərmanını bizə çatdırır. Məsələ bizdən asıl deyil. Rəşidi gördünüz? Bəli, sözünüzü çatdırdım ona. Dedi ki, namazdan sonra. Məscidi tərk eləməyə cürəti çatmadı. O haqlıdır. Muaviyyənin zindanbanıdır. Namaz qıldınız? Yox, ürəyim istəmədi. Allah onlara lənət eləsin. Az qalmışdı ki, namazım qəzaya getsin. Qalx ayağa, qalx, qalx! Salam. 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 De Rəşid, nə olub? Harda? Sarayda. Deyirlər Maviyə ölüb. Doğrudur? Rəşid! Salam. Salam qardaşım. Deyirlər Maviyə ölüb, doğrudur? Deyirlər xəncər ürəyinə sancılıb, elə həmin andaca ölüb. Özdə deyirlər xəncər zəhərli olub, hə? Niyə danışmırsan, əmə oğlu? Nə deyim? Bu dedikləriniz cəmaatın, möminlərin və əlinin dostlarının arzusudur. Amma həqiqət başqa cürdür. Həqiqəti deyil. İnanmıram ki, eşitməyə taqətiniz olsun. Danış görək kişi, bizi cana yığmısan. Maviyə sağ salamatdır. Ona heç nə olmayıb. Vurulan xəncər onun bədənini azca yaralayıb. Təbib də onu dərhal çarə qılıb. Sən əminsən? Onu gördüm. Keyfi kök idi. Hey nərə çəkib gülürdü. Sevincindən yerə göyə sığmırdı. Sevincindən? Bəli, sevincindən. Çünki qatil elə bir xəbər verdi ki, Maviyə illərlə o xəbər eşitmək üçün günləri sayırdı. Hansı xəbəri? Əmir əl-Mömininə suiqəst olunması və
şəhadətə yetməsi xəbərini Yalandır. mən öz qulaqlarımla eşitdim. Qasid Kufədən gəlib xəbəri təsdiqləyəndə Muaviyə və tərəfdarları birbaşa zindana gəldilər. Muaviyə qatili bərk-bərk qucaqlayıb Buseyə qərq etdi. Sevincindən əsirdi, gözləri yaşla dolmuşdu. Bu nə müsibətdir. Vay olsun bizə. Ey cemaat! İnin ve agah olun! Allah Teala'nın merhameti ve sizin dualarınız Tamerlerin hançerinden Emin'in canını salamat kurtardı. Emin el-Müminin Muaviye sizin rahatlığınız ve düşmanların kör olmasına göre yığınca teşkil edin. Ey cemaat! Bu Iraklı köpek Kufədən gəlib. Özü də qatı düşmənlərimiz tərəfindən göndərilib ki, Əmir el-Möminin Muaviyə ibn Əbi Sufyanı qətlə yetirsin. Hamımız bilirik ki, onun ne kimi hileleri vardı. Müminleri Resulullah'ın canişininin yani Muaviye ibn Ebu Süfyan'ın Naze'nin vücudundan mehrum etmek için o ne kimi hayanetlere el atmıştı. Hamınız onu tanıyırsınız. O hemen adamdı ki Süffeyinde sizin övladlarınızı qanlı qaltan elədi. O həmin kəsdi ki, Quranın hörmətini saxlamadı. O hemen kəsdi ki açıq-aşkar bizim əziz İslam Peyğəmbərimizin buyurduğu namazı tərk elədi. Onu tanımayan adam var mı? Onun adı nədir? Ay cemaat! Emrimizin sağ salamat ve aramızda olduğunu görüp hatircem olun. Məsciddə namaz vaxtı bu kişi məni öldürmək üçün üstümə hücum etdi. Amma Allah Taala ölüm mələyini məndən uzaqlaşdırıb əcdadıma qovuşmaq kimi bir neməti məndən əsirgədi. Məni siz möminlərə xidmətimi davam etmək üçün məhkum etdi. Bu Allahın iradəsidir. Mən onun rizayətinə razıyam. Amma dünəndən indiyə kimi nə qədər fikirləşirəm, yenə də başa düşə bilmirəm ki, bu kişi və onun həm fikirləri hansı günaha görə məni ölümə layiq biliblər. Axı mən nə eləmişəm? Məyər mən gecə-gündüz siz müsəlmanların dünya və axirəti fikrində deyiləmmi? Məyər mən öz ömrümü siz möminlərə xidmət etməyə sərf etməmişəmmi? Məyər gəncliyimi
siz möminlərin rahatlığı üçün sərf etməmişəmmi? Məyər bu vaxta qədər haram bir tikə boğazımdan keçmişdirmi? Məyər bir günahsızın qanını tökmüşəm? Məyər bir kəsin malına, namusuna gözümü dikmişəm? Məyər Məhəmmədin şəriyyətindən kənara mı çıxmışam? Ey ürəyində kim bəsləyənlər, ey Məhəmmədin dininin düşmənləri, ey aldanmışlar! Deyin görüm, mən əziyyət görmüş qoca kişi sizə nə etmişəm ki, sizin kin kudurətinizə, qəzəbinizə belə turş gəlmişəm? Deyirlər, onu Əbu Turab göndərib. Deyirlər, Əli onu məmur edib kim məni öldürsün? Ay alçaq, əlinin boynuna atdı. Özü yaxşı bilir ki, Əbu Turab heç vaxt belə bir işə qol qoymaz. Heç kəsin günahını boynuma götürə bilmərəm. Sakit olun. İndi isə bu kişi mənə qarşı nə rəva görmüşdüsə, öz payıma, haqqımdan keçib onu bağışlayıram. Amma siz cəmaatın haqqından nəinki əlinin müqabilində, heç kəsin müqabilində belə keçə bilmərəm. Bunu bacarmaram. Haqqım belə yoxdur. Allah belə bir icazəni mənə verməyib. İndi də sizin huzurunuzda öz Allahımla əhdimi təzəliyib deyirəm ki, İlahi, mən bu fani dünyada özümə, evlatlarıma heç bir şey istəmirəm. Hətta bu kişidən qisas almağımdan belə keçirəm. Onu sizin mühakimənizə buraxıram. Sizin hökmünüz Allahın hökmüdür. Günahkar bilirsinizsə cəzalandırın. Yox, əgər bilmirsinizsə buraxın geçsin. Hər nə deyirsiniz, o olsun. Mən bir söz demirəm. Ey əmir, Allah eşqinə sənin qulunam. Bu yazıq itə rəhm et. Ay oğul, gördün, həm də eşitdin ki, mən öz haqqımdan keçdim. Bu cəmaat öz haqqından keçmir. Haqqınızdan keçirsiniz. Görürsən? Ey nanəcib iki üzlü alçaq. Sən bəs məni qucaqlayıb öpmədin. Mən bütün günahkarları qucaqlayıb öpürəm. Bu ümidlə ki, peşiman olub düz yola qayıtsınlar. Həmlə eləməyə hazırlaşırlar. Ey əmir əl-möminin!
Görürsüz, zalimler bir ləhzədə olsun bizi rahat koymurlar. Bugün çok Bu kişi yalan iyi değil. gündü. Nə qasiddir, nə də Siz küfədən cemaatin gəlib. Sarayın birliği, keşikçilərindəndir. həmrəyliyi Mən bugün səhər onu sarayda görmüşəm. Məhəmməd ümmətinin Dilini yolunun dinməz bu üstündən bütün Düşmənlərimlə maneələri necə rəftar etməyi kaldıracaq. mən yaxşı bilirəm. Düşmənlərimi Diqqətli xəncərindən olun, ay canımı qurtara cemaat! bilərəm. Biz Amma heç sənin kimdən səfirliyinə əl qorxmuruq. az tapmaqda Bugün acizəm. Muaviyyət İbni Əbu Süfyan, siyasetin möminlərin əmiri Zehnini və tədbir tökməkdən işə müsəlmanların sal. xəlifəsidir. Ey Səni şan ve taxta deməz oturdum, cemaati! Bugün size elə bir iftixar nəsib olmuştur ki, vaxtilə Resul-i Ekrem'e kömək eləyənlərə nəsib olmuşdur. Və hər kim bugün öz kömək əlini ona uzatsa, Peyğəmbərin sahabələrinin səvabına nail olacaqdır. Allah amanında. Gel Mən əminəm ki, o bugün küfədə olmayıb. Küfə başvaç olsun. Axı səhər sarayda görmüşəm onu. Görmüsən ya görməmisən? Bu cemaata göstərmək üçündür. Axı əli düşmənimizdir ya yox. Deməli hücum zad yoxdur. Elə deyir hücum, elə deyir hücum. Biraz ağlını işə sal oğul. Ah. Bu cemaat
Buyurdu ki, gece qüsulumu verin. Gece dəfn eləyin məni. Tənha, heç kimin iştirakı olmadan. Belki de bu ikizli cemaati tabutunun etrafında görmek istenirdi. Eğer Irak ehlinden bir nefer bile hem söhbet olsaydı, derdini kuyuya demezdi. O cür səbri olan Mövlamız bu iki yüzlü cemaattan bezar idi. Allahın vəlisi dostun görüşünə elə gedirdi ki, elə bil Fatimənin görüşünə gedir. Yaxın gəlin. Baxın, bu vaxta qədər heç kim belə qul görməyib. Bunun arıqlığına baxmayın, yaxşı gücü var. O birisi Rum pəhlivanlarının nəslindən. Bu birisini Fustatda 1000 qızıl sikkiyə alırdılar. Mən satmadım. Amma o sizə əmirin salamatlığı naminə 500 sikkiyə satıram. Fəqət 500 sikkiyə. Tamaşa eləyin. Qədd iqamətinə baxın bunları. Hoppanıb düşün, qoy nəyə sahib olacaqlarını görsünlər. Bu birisi elə şeylər bacarır ki, heç soruşma. Şam və Rum şəhərlərini başdan başa gəlsən, beləsini tapmazsan. Ey böyük sərkərdələr, göz ucu da olsa bu fəqirə və mallarına baxın. Zərər eləməzsiz. Qul satan Yaqub bütün Şamda ən yaxşı qullarla ad çıxarıb. Sözsüz mənim adımı eşitmişsiniz. Sizi qabaqca görmüşəm. Sizin üzünüz mənə tanışdı. Məndən bu vaxta qədər qul almamısan. Niyə? Mən siz cənabların bəzisi ilə alış-veriş eləmişəm. Düz deyil, Sərdar. Mən sizlə alış-veriş eləmişəm. Zərər etdik. Yaxşı yadımdadır. 4 nəfər cüssəli qul satmışdım sizə. Sözsüz, indi də diridilər və sizə xidmət eləyirlər. Düz deyil, Sərdar. Sən. Mən? Yox, sən. Sən. Hansı? Ay haramzada. Elə bilirdim səhrada ölmüsən. Hələ də kürəyin vurduğun xəncər yarasından göynüyür. Koymayın kaçsın, o benim kulumdur. Tutun onu, tutun onu, tutun onu. Onu diri tutmak istəyirəm. Koymayın kaçsın, koymayın kaçsın. Tutun onu, onu diri tutun. Tutun onu, koymayın kaçsın. Koymayın kaçsın.
Gəlin bu tərəfdən. Gəl. Gəl. Qorxma, sənə kömək eləmək istəyirəm. Qorxma. Gəl. Gəl. Bu tərəfdən. Tez ol. Bəs hara getdin? İti bıçaq satıram. İti bıçaq. İti bıçaq satıram. İti bıçaq satıram. Gel, iti bıçaqlardan qutardı. İti bıçaq satıram. Bıçaqları neçəyə satırsın? Çox ucuz. 2 sikkəyə. Harasın? Bu tərəfi sınırdır. Gətirmişəm ki, dəyişəsiniz. Açın. Ged ana. Açın. Verdiğim pula değmez. Ay insafsız. Gedək oğlum. Gəldilər. Arxamca gəlin bu tərəfdən. Tez olun, tez olun, gəlin, gəlin. Tez olun, tez olun. Aç qapını mənəm. Nə olub, nə xəbərdir? Keç içəri. Əhməd, nə olub? Bu kişi kimdir? Köməyə ehtiyacı var. Onu öldürmək istəyir. Onu kim öldürmək istəyirdi? Doğrusu bilmirəm. Keşikçilər, Muaviyənin qonaqları. Amma yaxşı döyüşürdü. Elə hünər göstərdi ki, bazarlarını bir-birinə vurdu. Kaş görəydin. Elə qılınc çalırdı ki, yer göy titriyirdi. Muaviyənin keşikçilərindən bir neçəsini yerə sərdi. Sən də onu bura gətirmisən? Çarəm yox idi. Qorxmayın. Mən burada çox qalmayacağam. Əgər biraz su versəz, içib gedərəm. Su? Meğer sen oruç tutmuşsun. Məhəmməd! Qul satan qoymurdu oruç tutaq. Deyirdi, əgər oruç tutsaz, arıqlayarsınız. Müştərilər də almaz. İç qardaşım, iç. Estağfirullah. Bu kişi bəzi həqiqətləri dedi. Dedi, qul satanların bazarındaydım. Amma demədi ki, mən qulam. Səkidə dayanmışdım. Qul satan məni 500 sikkiyə verirdi, amma heç kəs almırdı. Bədbəxtlikdən əlindən qaçdığım köhnə sahibim sizin şəhrinizdə qonaq idi və məni öldürmək istəyirdi. Sonra da bu kişi danışanlar baş verdi. Mərdlik etdin. Gərək köməyini qəbul etməyəydim. Sən mənim canım ölümdən qurtardın. Amma fərqi yoxdur. Geç-tez onlar məni tutacaqlar. Sən mənə kömək etməklə neçə nəfərin canını xətərə saldın. Cömərdlik etdin. Mən gərək gedəm. Damın üstü ilə gedə bilərəm. Deməli olar. Ya Ali. Dayan. Sən nə dedin? Pis söz mü dedim? Demədim ki, pis söz dedin. Nə dedin? Bu sözü deməyimə görə neçə dəfələrlə şallaq yemişəm. Amma çarə yoxdur. Atam mən öyrədib. Əlimi dizimə vurub qalxanda ixtiyarsız olaraq bu sözü deyirəm. Sən əlinin dostlarındansan? Qorxma. Cavab ver. Qul satan mənə tapşırmışdı ki, əgər Şamda əlinin adını dilinə gətirsən, başını bədənindən ayırarlar. Amma bu şəhərdə də el adamlar var ki, əlinin dostlarıdırlar.
Əlinin dostlarının yanına xoş gəlmisən. Əli, Ey əmir, məni yaxşı tanıyırsan. Mən döyüşdən qorxan deyiləm, çöl adamıyam. Şəhərlərin və saray əhlinin qayda qanunu tanımıram. Amma şəhərlilər və əmirlər mənim xasiyyətimə yaxşı bələddirlər. And olsun Allahın rəsuluna, əgər sənin duz çörəyini yeməsəydim, bugün şəhəri alt üst edəcəkdim. Nökərimi uğurlayıblar, açıq-aşkar cəmaatın gözü qarşısında bazarda satırlar. Bilirəm İbn Yaqub. Səni tanımayan yoxdur. Sərkərdənin nökəri necə oldu? Tapşırmışam ki, qul satanı şallaqlasınlar. Şəhəri ev-ev gəzib, nökəri tutaraq sərkərdəyə təhvil versinlər. Sakit ol kişi. Bu Muaviyə İbn Əbu Sufyandır ki, səndən üzr istəyir. Mən daha əhəmiyyətli işlər üçün sizi dəvət etmişəm. Tutaq ki, mən o nökəri alıram. 10.000 sikkəyi alıram. Ha, necədir? Gətirin. Amma ya Nökər mənim, qızıllar sənin. Mənim nökərimi oğurlayıblar, sənin nökərini yox. Düz demirəm? Mən sənə söz verirəm ki, o şərəfsiz nökəri tutub boynunu vursunlar. Razısan? İndi biraz gül, qaşqabağını aç. O qədər işimiz var ki, qul-qaravaş axtarmağa vaxtımız yoxdur. Amma əmirin sikkələrinin səsini eşitməyə həmişə vaxt var. Görürsünüz? Qulaq asın. Siz mənim dostlarımsınız. Çətinliklərdə həmişə bir-birimizə kömək olmuşuq. Bizim aramızda həmişə xətr-hörmət olubdur. Əmirin qızıl kisələri ilə bizim qılıncımız bu dostluğu daha da möhkəmlətmişdi. Zarafat eləmirəm. Qarşıda Əbu Turabla savaşımız var. Ey əmir, sən oğlunun canı Əbu Turabı qoy kənara. Bizim onunla bir işimiz yoxdur. Onunla savaşda ölümdən başqa bir şey nəsibimiz olmur. Ey əmir, mənim boşboğazlığımı bağışla. Amma mənim tayfam hələ də Süffeyn döyüşündən özünə gələ bilməmişdir. Qəbiləm azalmışdır. Doğulan uşaqlar elə də çox deyildir ki, öldürülənlərin yerini doldura bilsin. O bir zərbə ilə iki oğlumu həlak eləmişdi. Özü də o Zülfüqarı ilə. O ayaqyalın qoşunu ilə. Bizimlə elə vuruşurdu ki, elə bil İhid xəndək kafirlərlə vuruşur. Heç elə bil biz müsəlman deyilik. Sən nə vaxt müsəlman olmusan, xəbərimiz olmayıb. La ilahə illallah Muhammedən Rəsulallah. Mən müsəlman deyiləm. Gör biz nə fikirləşirdik. Düşünürdük ki, hələ bizi qarşıda Rumlularla döyüş gözləyir. Elə ki, qasid xəbər gətirdi, biz də yubanmadan durub gəldik. Rum şəhərləri abaddır. İndi çətinlik çəkirik. Döyüşüb ölü veririk. Əvəzində qənimət, mal dövlət, qul-qaravaş verilməlidir. Yox əmi, bizi üzürlü hesab. Güya xəbəriniz yoxdur ki, Əbu Turab ölüm yatağındadır. Yalandır. Əbu Turab heç vaxt yatağa düşməz. Qılıncla başından ağır yaralanmışdır. İnana bilmirəm. Heç bir qılıncın qüdrəti yoxdur ki, ona zərbə endirə bilsin. Özüm yoxlamışam. Namaz üstü olub. Mehrabda arxadan vurublar. Zarafat eləmirsən ki, ey əmir. Adi bir zarafata görə səni qəbiləm və zövcələrindən ayrı salmazdım ki, gəlib Dəməşq küçələrində avara-avara gəzib itmiş nökərini axtarasan. Məsələ ciddidir. Gözlədiyimiz an artıq yetişib. Küfə qoşununun beli sınıb. Əbu Turabsız heç tab gətirə bilməz. Hücum edib işi bir dəfəlik qurtaraq və Əbu Turabı həmişəlik olaraq yolumuzun üstündən götürək. Ha?
De. Qulaq asın. Küfədən qasid gəlib. Deyir ki, Əliyə gecə qüsül verib, cənazəsinə namaz qılaraq, gecə məxfi olaraq torpağa tapşırdılar. Bu, öz gözləri ilə görüb. Ey Dəməşq əhli! Bilin və agah olun ki, Əbu Talibin oğlu Əli öz dostlarının birinin qılınc zərbəsi ilə qətlə yetirildi. Buna görə də bugündən bütün İraq torpağını fitnə və çaxnaşmalar bürüyüb. Bədxalqlar və fitnəkarlar istəyirlər ki, bu fitnəni böyüdüb Şam və Dəməşqə də çatdırsınlar. Əli qılınc tutan qılınc götürsün. Bu qədər əzab çəkdi. Əsir düşdü. Qul kimi satıldı. Şallaq vurub əziyyət verdilər. Bu ümidlə ki, atamın vəsiyyətinə əməl edib. Əlini ziyarət edib. Axırı nə oldu? Hələ də Şamdıyam. Muaviyyənin nökərlərinin əlindən bu evdə dustaq qalmışam. Alçaq xəvaric onu şəhid elədi. Əgər bu axşam bizim üçün matəmdirsən, Muaviyyə üçün bayram. O özünü xilafətin şəksiz varisi bilir. Buna görə də hər tərəfdən qəbilə başçılarını ətrafını toplayıb Küfəyə hücum etmək istəyir. İstəyir ki, əlinin canişini fürsət tapmamış işini bitirsin. Ata, sənin fikrincə əlinin canişini kim seçiləcək? Əgər Küfəllər düzgün adım atsalar, şübhəsiz Əba Məhəmməd. Onların kimi seçməsi elə də mühüm deyil. Bizim fikrimizcə əlinin canişini yalnız Həsən ibn Əlidir. Düzdür. Bizim Küfəllərin fikri ilə işimiz yoxdur. Onlar gündə 1000 cildə girmir. Nə beyyətləri ümid vericidir, nə də xəyanətləri qorxulur. Biz məcbur deyilik onların sözünə tabi olaq. Biz Əba Məhəmmədə beyət eləyəcək. Və mənim fikrimcə Əlinin bütün vəfalı dostları onu canişin seçəcəklər. İndi bizim bircə işimiz qalır. Və o da budur ki, bacardığımız qədər tez Əba Məhəmmədi Muaviyyənin hiləsindən xəbərdar edəyək. Dayan. Neyin var? İşte. Gel. Hara gedirsən? Supalyanı. Gedin. Dayanın. Qul satan. Qul satan? Qul satan oradadır. Harda? Orada darvazanın ağzında. Qulaq asın. Hara getmə. Dayan. Siz kimsiniz belə? Hara gedirsiniz? Hə.
Sen bizi Allah'mıza. Ne olur burada ne ses güzel. Sakin olun, bu ne demek ya? Sakin olun. Sakin olun. Yaxşı, sakin olun. Kesin görümüzdə, kesin, tez eləyin. Tez olun görün. Get. Gençler. Kes görün, siz de kesin.